Bu videoda ticarət mərkəzlərində, marketlərdə stoka necə nəzarət etmək olar, onun haqqında danışmaq istəyirəm. Deməli, burada şərti bir cədvəlimiz var. Məhsulların sayı çox da ola bilər. Mən özüm az qoymuşam ki, yəni ki, ümumi göstərim. Məhsulların sayıdır. Şərti olan məhsul 1, məhsul 2, məhsul 3 kimi adlandırmışam. Stokda olan məhsulların sayıdır. Biz burada növbəti cədvəldə yerləşdirəcək məhsulların adlarını, stokda olan məhsulların adlarını, nə qədər məhsul qalıb və yaxud da stokda bitən məhsulların sayını isə burada yazacağıq. Bunun üçün ilk növbədə bərabərdir. Filtr funksiyasından istifadə edirik. İlk növbədə bütün cədvəli seçirim. Nöqtəli vergül. Stokda olan məhsulların sayını sıfırdan yuxarı olanları böyükdür. İşarəsi qoyuruz 0. Enter vururuq. Bu cədvəldə görürüz, avtomatik olaraq yerləşdirir. Hansı stokda qalan məhsulların adları yalnız burada yerləşdirir. Burada isə bu cədvəldə stokda bitənləri yenə olduğu kimi filtr funksiyasından istifadə edirik. Məhsulların adlarını nöqtəli vergül. Stokda olanların sayını bərabərdir 0. Enter vururuq. Beləliklə stokda olan məhsulların sayı artıq burada öz əksini tapıb. Burada əgər yəni biz ümumi stoka məsələn bu məhsul 11-in artırırıqsa əgər məsələn 0 dənədir, ona məsələn 12 dənə əlavə etdikcə bu məhsul görürüz buradan çıxdı. Stokda olan məhsulların cədvəlinə düşdü. Məhsul 12. Buradan əlavə etdik. Beləliklə stokda bitənlərin siyahısından çıxdı. Növbəti stokda olanların cədvəlinin içinə düşdü. Yəni beləliklə biz çox asanlıqla stokumuza nəzarət edə bilərik. Bu da işin rahatlaşması üçün böyük təsir göstərəcək.